Ələşkər. Ay, Hə ata. sən dolamısan məni? Niyə nə olubdu? Canımazda mən səndən bir bəhrə görmədim ay bala. Bu nə vaxtadan belə davam eləyəcək? Niyə nə oldu ki ay ata, nə var? Necə nağardım? İşqafın üstünə asarı qoymuşam. Saat 2-nin yarısıdır. Niyə gəlib oğruyub aparmırsan mənim maşınımı? Nə bilim ey ata, bilmirəm ki. Necə nə? Cibimə niyə girib məndən pul götürmürsən? Ay mən qonşu içinə çıxamıram utandığımdan. Bütün boyumu, papağımı soxmusan mənim elə. Niyə nə vardım ki mən? Nə vaxtadan nə? Ay 4 göz, magistr imtahanı nə vaxtadan oxuyasan? Mən paxıllıq çəkirəm bu qonşu uşaqlarına. Həftədə 3 dəfə bölmədədirlər, iştirak oynadılar. Mən də istəyirəm də bala, bir ata kimi mən də istəyirəm ki, o bölməyə girim. Deyim, ha nə o küçüyün balası, bir şapalaq saçım qulağın dibindən. Nə vaxta kimi hə? Ha? Nə vaxta kimi belə olacaq? Nə bilim ey ata, nağarım ki indi. Necə nağarım? Cibindən siqaret tuturam deyirsən mənimdir. Önətör deyirəm dostum bir sualını tanı, anlat mənim başımı. Gəl maşınımı götür gecə, qatır mən yatım. 16 manat cibimdə pul var. 1 qəpik mənə saxlama. 16 manat da götür. Yaxşı? Nağarım ey indi. Dur mən gedirəm yalandan uzanam eləyəm. Utanıb çıxamıram mən kişilər üçün. Ayıb da. Heç oğlansan. Gəl oğlan maşını.